Onda qaldığımız yerdən davam eləyək yavaş-yavaş. Nə dedik? Dedik ki, ən son qalmışdıq. Dağ əmələ gəlmə mərhələlərini dedik. Bu dağ əmələ gəlmə mərhələlərində hansı dağlar nə vaxt yaranıb bunu da dedik. Son olaraq onu vurğuladım ki, yoldaşlar, bütün cavan dağlar nə vaxt yaranıb? Alpdə. Alp dağ əmələ gəlmə və yaxud da ki, Alp qırışıqlığında yaranıb. Bütün cavan dağlar. Bu cavan dağların birazdan yerinə, ərazisinə, hansı materikdə yerləşməyinə baxacağıq. Hələ ki bu dediklərimi bilin, yavaş-yavaş dərinləşdirəcəyik. İndi dağların necə yarandığını dedik. Hansı dağ əmələ gəlmə mərhələlərini olduğunu dedik. İndi isə sizlə axırıq dağın özünə, dağa verilən tərifə. Hər bir şeyin tərifi olmalıdır da. Azərbaycan dilindən isim keçirik. İsimin nə olduğunu bilirik də birinci. İndi biz də dağ keçirik. Dağ nədir? Gəlin ona baxaq. Zirvəsi, ətəyi yaxşı gözə çarpan, nisbi hündürlüyü 200 metrdən çox olan müsbət relyef formasına dağ deyirik. Baxın, deməli, zirvəsi, ətəyi yaxşı gözə çarpan və nisbi hündürlüyü 200 metrdən çox olan müsbət relyef formasına dağ deyirik. İndi burada 6-cı sinif dərsliyində verilmiş şəkildir bu. Dağın ən yüksək nöqtəsi onun zirvəsidir. Burada verilib zirvə. Yəqin ki görürsünüz. Bəzən bu zirvələr şiş uclu ola bilir. Şiş uclu zirvəyə deyirlər pik. P-ik yadınızda saxlayın. Şiş uclu zirvəyə pik deyirlər. Bu da əsasən cavan dağlarda olur. Zirvə ilə ətək arasında qalan meyilli hissəyə yamaç deyirik. Bura yamaçdır. Dağ düzənliklə birləşdiyi hissəyə isə dağın ətəyi deyirik. Deməli, dağın zirvəsi, yamacı və ətəyi. Bunlar dağın elementləridir. Dağın zirvəsi, ətəyi, bir də yamacı. Sonra gəldik mənşəyinə görə. Yəni ki, yaranma xüsusiyyətlərinə görə. Dağlar iki qrupa bölünür. Var vulkanik dağlar, bir də var tektonik dağlar. Vulkanik dağlar vulkan püskürməsi zamanı orada yaranan böyük konuslardır. Adi vulkanlardır da həmən ərazilərdə məhz o dağlar yaranır. Məsəl üçün, Savalan dağı, Etna. Etna vulkanı da var, o ərazidə bir dağ formalaşıb, olub Etna dağı. Vezuvi və s. Bunlar tektonik, bunlar vulkanik dağlardır. Yadınızda saxlayın. Vulkanik dağlar yalnız bir ərazidə olur. Onlar sıra dağlar şəklində uzanıb getmir. Bir də var tektonik dağlar. Tektonik dağlar zəncirvari formada uzanaraq sıra dağları yaradır. Yəni bunlar litosfer tavalarının toqquşması və ya deməli divergent və konvergent sərhəddində yaranan dağlardır. Məsəl üçün Alp dağları, Qafqaz dağları, Himalay dağları, Pamir dağları, Kopet dağ və s. Bunlar nədir? Bunlar litosfer tavalarının sərhəddində yaranan dağlardır. Bunlara deyirik tektonik dağlar. Tektonik dağlar bir də deyirəm. Necə olur? Zəncirvari formada uzanaraq sıra dağları yaradır. Bu oldu dağların mənşəyinə görə qruplaşdırılması. Yoldaşlar, gəldik nəyə? Hündürlüyünə görə dağları qruplaşdırırıq. Hündürlüyünə görə dağlar 3 qrupa bölünür. Əgər dağın hündürlüyü 1000 metrə qədərdirsə, buna deyirik alçaq dağlar. Dağın hündürlüyü 1000 metrdən 2000 metrə qədərdirsə, buna deyirik orta hündürlüklü dağlar. Aleyküm salam. Əgər dağın hündürlüyü 2000 metrdən çoxdursa, buna da deyirik yüksək dağlar və yaxud da ki, hündür dağlar. Bu oldu dağın hündürlüyünə görə növlər. Və bir də deyirəm, əgər 1000 metrə qədərdirsə alçaq, 1000-2000 arasıdırsa orta dağlar, 2000 metrdən çoxdursa, nə deyirik biz buna? Yüksək dağlar deyirik. Sonra gəldik nəyə? Biz dağları qruplaşdırdıq mənşəyinə görə. Biz dağları qruplaşdırdıq hündürlüyünə görə. İndi dağları qruplaşdırırıq yaşına görə. Yaşına görə dağlar iki qrupa bölünür. Salam Mənsur, salam. Çox sağ ol. Sən necəsən? Bir var cavan dağlar. Cavan dağlar nə vaxt yaranıb? Alp dağ əmələ gəlmə mərhələsində yaranıb. Belə dağlara deyirik qırışıq dağlar. Bir də var qədim dağlar. Qədim dağlar isə faylı dağlar deyirik biz. Cavan dağlarının özünə məxsus xüsusiyyətləri var. Cavan dağlar adətən hündür olur. Zirvələri şiş uclu olur. Buna deyirlər pik.
və burada əsasən vulkanizm və seysmik hadisələr daha aktiv olur. Bu cavan dağların xüsusiyyətləridir. Qədim dağlarda isə hündürlük nisbətən az olur, yastı plato formasında olur, seysmiklik və vulkanizm prosesi zəif olur. Daha yaşlı yadda qalar da elə. Sonra gəldik nəyə? Bir də bu iki qədim və cavan dağların arasında 3 dənə dağa deyəcəm sizə. Yadınızda saxlayın. Bu dağlar yenidən törəmiş dağlardır. Altaydır, Tianşandır, Sayandır. Bunlara biz yenidən fəallaşmış, yenidən törəmiş dağlar deyirik. Bunlar yaranmasına görə qədimdə yaransalar da, qədim mərhələdə yaransalar da, Alp dağ əmələ gəlmə mərhələsində, yəni Kaynozoyda yenidən aktivləşməyə məruz qalıblar. Ona görə bunlara biz qırışıq faylı dağlar deyirik. Qırışıq faylı dağlar. Yəni ki, Tianşan, Altay, Sayan 3 dənə dağ yadınızda saxlayın. Birazdan bunların yeri xəritədə hamısını göstərəcəyik sizə. Bir də bu dağlar hissəsində bir şey də deyim sizə, dağları yekunlaşdıraq. Keçək xəritəyə. Şahid dağlar. Şahid dağlar nədir? Qədim dağların bugünkü günümüzə gəlib çatan bir hissəsidir, bir ərazisidir. Biz bunlara deyirik şahid dağlar. Tutaq ki, Afrikada Əhəqqar, Tibestir, Darfur, bunlar şahid dağlardır. Sonra Ərəbistanda məsəl üçün şahid dağlar daha çoxdur. Əvvəllər bu ərazilərdə, qədim dövrlərdə dağlar olub, mövcud olub. Sadəcə bizim bugünkü günümüzə artıq o dağların sadəcə bir hissəsi gəlib çatır. Bunlara deyirik şahid dağlar. İndi biz gəlin dənə-dənə dünyadakı dağlara baxaq. Bu dediyim hissələrdən sözünüz, sualınız varsa eşidirəm sizi. Deyin sonra. Xeyr, mən Şahid dağın nə olduğunu, yenidən fəallaşmış dağın nə olduğunu bildik. bəli. Belə davam edin, bəli. Nəsə çətinlik qalmadı ki burada. Digər yoldaşlar. Xeyr, mənim. Şahid dağ. Bax, şahid dağı bir də deyirəm. Şahid dağ qədimdə mövcud olmuş hər hansı böyük bir dağdır da, fərqi yoxdur. Əvvəl da qədim zamanlarda mövcud olub. Sadəcə müasir dövrə qədər gəlib çatana qədər xarici qüvvələr, külək, zəlzələ, nə bilim nəsə o dağı aşındırıb, o dağın balaca bir hissəsi qalıb. Ona deyirlər şahid dağ. Qədim dağların bugünə gəlib çatan, bugünkü günümüzə gəlib çatan bir masavari hissəsinə deyirik şahid dağ. Əslində o da dağdır. Sadəcə o qədər qədimdən mövcud olub ki, bugünkü günümüzə qədər gəlib çatan hissəsində çox kiçik bir hissəsi gəlib qalıb. Xarici qüvvələr onu aşındırıb. Belə yadınızda saxlayın. Tamam, mən Səsin gedib gəlmək ola bilər ki, internet zəifdir. Ondan ola bilər. bəli. Sonra, indi bu dediyim hissələrdən dağların necə yaranması, mənşəyi, hündürlüyünə görə qruplaşdırdıq. Sonra mənşəyinə görə qruplaşdırdıq. Hamısını dedik. Burada qaranlıq qalan bir şey olmadı ki. Xeyr, mən Xeyr, mənim. Sonra gəldi, indi keçək xəritəyə. Şahid dağlar. Məsələn, şahid dağlar Əhəqqar, Tibesti, Darfur, Ərəbistanda var. Əsas bunlardır. Bunlar bilsəz kifayətdir. Onsuz çox dərinə düşə bilməzlər sizdə. Mən bura hansını yazmışamsa, hansını qeyd eləyirəmsə, onları deyin, ondan o tərəfə getməyin. Ondan o tərəfə onsuz da getməyəcəklər. yaxşı, mən Yaxşı, Əsəd, azda gözlə. Amma sənə verəcəm sualı. Aha, gəldik. İndi dedim ki, ümumi bir xəritə ilə ərazilərinə baxaq birinci növbədə ki, hansı da harda yerləşir. Sonra bu PDF atacağım qrupa, narahat olun. PDF-də baxarsınız. İndi baxın, mən burada işarələyirəm və dağların sadəcə adını deyirəm birinci. Sonra onların ən hündür nöqtəsini falan da deyəcəyik.
Şimal Amerikanın bax bu qərb hissəsindən gələn dağlar, bax bu qırmızı ilə işarələdiyim ərazidən gələn dağlar. Kordilyer dağlarıdır. Materikin qərb hissəsini əhatə eləyir Kordilyer dağları. Cənubi Amerikanın qərb hissəsi ilə əhatə eləyən dağlar Ant dağlarıdır. Bura Ant dağlarıdır, yadınızda saxlayın. Şimali Amerikanın şərq hissəsində, bax burada. Yaşca qədim olan Appalaç dağları var. Yadınızda saxlayın bunu da. Appalaç dağları qədim dağlardır. Tamam müəllim. Sonra gəldik Afrika materikində. Afrika materikinin şimal hissəsində, bax burada. Qitənin yeganə cavan dağı Atlas dağları yerləşir. Bir dənə cavan dağ budur. Afrikada başqa cavan dağ yoxdur. Bir də Afrikanın cənubunda və cənub-şərqində isə Kap və Əjdaha dağları var. Kap və Əjdaha dağları qədimdir. Yadınızda saxlayın. Tamam müəllim. Sonra Avstraliya materikində. Avstraliyanın şərqində böyük su ayırıcı dağları yerləşir. Bax burada. Böyük su ayırıcı dağlar. Qırmızı ilə işarələdiyim ərazilərdə qeyd elədiyim dağlardır. Sonra gəldik. Deməli, bax bir də deyirəm. Şimali Amerikanın qərb hissəsində burada Kordilyer dağları. Cənubi Amerikada Ant dağları. Şimali Amerikanın şərqində Appalaç dağları. Afrikanın şimalında Atlas. Tupkal 4165 metr. Afrikanın cənubunda Kap Əjdaha dağları. Qədimdir. Bax bunlar qədimdir. Böyük su ayırıcı. Bu da qədimdir. Avstraliyada yeganə qeyd edəcəyimiz dağdır. Böyük su ayırıcı dağlar. Sonra keçdik. Avropadan başlayaq yavaş-yavaş, sonra keçək Asiyaya. Avropanın bu hissəsində Piriney dağları var. Bax burada. Burada Apenin dağları var. Elə yarımadalarla bilmək olar. Piriney yarımadası, Apenin yarımadası. Burada Alp dağları var. Baxın, mərkəzi hissəyə yaxın bir yerdədir. Alp dağlarından bir qədər şərqdə qövsvari formada Karpat dağları var. Yadınızda saxlayın. Əslində Avropada dağlar çoxdur. Filizli dağlardır, Sudetdir. Bunları yəni belə deyək də. Qoy görüm, canlıda 7 nəfər var. Tək olsaydın deyərdim. Deməli, Karpat dağlar var bax burada. Sonra Skandinaviya yarımadasının bax bu üst hissəsində Skandinaviya dağları var. Skandinaviya dağları. Qalxapikkin ən yüksək nöqtəsinin adıdır. Yadınızda saxlayın. Sonra bu hissədə bax bu Balkan yarımadasının bu hissəsində Dinar dağları var. Bunu da yadınızda saxlayın. Dinar dağları. Sonra gəldik. Ural dağları buradadır. Rusiya. Ural dağları. Gəldik. Qafqaz dağları. Türkiyə ərazisində, Türkiyənin şimal hissəsində Pont, cənubunda Tavr dağları. Pont, Tavr. Bax buradadır. Sonra burada Zagros dağ sistemi var. Bax burada Kopet dağı var. Sonra burada Himalay dağları, burada Pamir dağları, burada Hindikuş dağları. Bax bu hissədə. Daha sonra burada Böyük Xinqan dağları var. Burada Kiçik Xinqan dağları var. Sonra bax Tian Shan, Altay, Sayan. Bax Tian Shan, Altay, Sayan. Buradadır. Tian Shan, Altay, Sayan. Sonra Verxuyanski dağları buradadır. Çerski buradadır. Bax Verxuyanski, Çerski. Sxote-Alin dağları buradadır. Deməli Verxuyanski, Çerski, Sxote-Alin. Bunlar da dedik. Təqribən dünyada olan, sonra bir də Hindistanda Şərqi Qat dağları və Qərbi Qat dağları var. Şərqi və Qərbi Qat dağları. Yadınızda saxlayın bunu da. Hindistan ərazisində. Hər ikisi yaşına görə qədimdir. Sonra Böyük Xinqan, Kiçik Xinqan, bu da qədimdir. Verxuyanski, Çerski, Sxote-Alin, bunlar da qədim dağlardır. Yerlərin görürsünüz də yəqin qeyd elədiyim hissələrdə. Onsuz birazdan dünyanın fizik xəritəsində bir baxacağıq. Yadınızda Bəli, qalır bunlar, bu dediklərim. Biraz mən. Bax məsəl üçün, indi Kordilyer dağları hansı materikdədir? Ən azı bunu bilməliyik. Hər iki materikdə, hansı materikdə olduğunu, sonra bu materikin hansı hissəsində yerləşməsin, ən hündür zirvəsin, hamısını bilmək lazımdır. Kordilyer dağları oldu
Şimal Amerikada məsəl üçün. Ant dağları oldu harda? Günay. Afrika'nın Ant. e, Ant. Ant. Ant Hı. yazan Kim deyər Ant dağları? Amerika'da Hansı Amerikada? şimali, Bəlkə cənubi? cənubi, Bəli. Cənubi Amerikada Ant dağları, Şimali Amerikada Kordilyer dağları. Bax, Kordilyer dağları Şimali Amerikada, bax bu hissədə. Appalaç dağları Şimali Amerikada, burada. Ant dağları Cənubi Amerikada, qərbində. Yadınızda qalmır? yani böyüklər qalır, balacalar biraz. Onun böyük balacası olmalı deyil axı. Yani Şimali Amerika'da onda Kordilyer, Aha. Cənubi Amerika'da Ant dağları, ondan Şimali sonra Amerikada biri də var. Appalaç dağları. Appalachian, Şimali Amerikada. Kordilyer cavandır. Appalaç qoca, qoca, yaşlı, qədim. bəli. Gəldik. Afrikada. Afrikanın bax bu şimal hissəsində burada Atlas dağları var. Atlas dağları cavan dağlardır. Yadınızda saxlayın. Ən yüksək nöqtəsi Tupkal zirvəsidir. 4165 metr. Alp-Himalay geosinkral qurşağının ən qərb nöqtəsidir. Sonra Afrikanın cənubunda, bax burada 2 dənə qədim dağ var. Kap dağları ilə Əjdaha dağları. Kap, bir də Əjdaha. Evet, tamam. Bəzən buna drakon da deyirlər, eyni şeydir. Drakon əjdahadır. Avstraliya materikinin bu şərq hissəsində böyük Suayr dağları var. Yadınızda saxlayın bunu. İndi düşək, o biri xəritələrdə göstərdim biraz. Bu bizə dəqiqə. Belə. Aha. İndi bax, burada bu hansı materikdir? Şimali Amerika materikidir. Bu Şimali Amerika materikinin bu şərq qərb hissəsi ilə gedən, uzanan, meridional Kordilyer istiqamətində dağları, uzanan bu dağın adı nə idi? Kordilyer, Kordilyer dağları idi. İndi Kordilyer dağlarının ən hündür zirvəsi Denali zirvəsidir. Bax burada. Denali. Onun əvvəlki adı McKinley idi. Yadınızda saxlayın. Denali və yaxud da ki McKinley. Ən hündür zirvəsidir. 6194 metr hündürlüyü var. 6194 metr. Sonra Şimal Amerikanın bu şərq hissəsində bax burada olan dağın adı nə idi? Appalaç dağları idi. Appalachian, Appalaç dağları. Appalaç dağlarının ən hündür zirvəsi Mitchelldir. 2037 metr. 2037 metr. Kordillerin ən yüksək zirvəsi Denalidir. 6194 metr. Əvvəlki adı bir də deyirəm, McKinley'dir. Denali zirvəsi sönmüş vulkandır. tamam. Sonra gəldik. Cənubi Amerika materikində. Cənubi Amerika materikinin bu qərb hissəsi ilə meridional istiqamətində bu gedən dağın adı nə oldu? Ant dağları, Ant dağları oldu. Ən hündür zirvəsi Aconcagua 6960 metr və yaxud da 61 metr də deyirlər onu. Sonra gəldik. Burada başqa elə xırdalamağa dağ yoxdur. Bir dənə nəyə xırdalayacağıq biz? Kordilyer dağlarının müxtəlif silsilələri var. Məsəl üçün, sahil silsiləsi var, qayalı silsiləsi var, Sierra Madre var, Sierra Nevada var. Məsəl üçün, deyir ki, Meksika ərazisində Kordilyer dağları parçalanır iki yerə və ona Sierra Nevada və Sierra Madre deyirlər.
Belə yadınızda saxlayın. Sonra Kordilyer dağlarının bu okeana yaxın hissəsində sahil silsiləsi, burada isə qayalı silsilə yerləşir. Bunu yadınızda saxlayın. Tamam ben. Gəldik. Afrika materikinin bu şimal hissəsində, bax buradan, şimal hissəsində yerləşir Atlas dağları. Atlas. Atlas dağlarının ən hündür zirvəsi Tupqaldır. Cavan dağdır. Yəni ki, Alp qırışıqlığında yaranıb. Ən hündür zirvəsi 4165 metrdir. Tupqal. Cavan dağdır. Atlas dağları yadımızda saxlayaq. Tamam ben. Sonra gəldik nəyə? Afrika materikinin cənub-şərqində və cənubunda Kap və Əjdaha dağları var. Əjdaha dağları bir də deyirəm. Bəzən ona drakon da deyirlər, eyni şey. Əjdaha drakon. Əjdaha dağlarının ən hündür nöqtəsi 3482 metrdir. 3482 metr. Kap dağlarının ən hündür nöqtəsi 2502 metrdir. Bunlar yaranıb Hersin qırışıqlığında, yəni qədimdir. Gəldik bu ərazilər. Keçdik Asiyaya. İndi gəlin görək Asiyada biz nələri deyirik. Birinci, başlayıram Türkiyə ilə. Türkiyənin şimal hissəsində, bax buradan, Pont dağları var. Aşağıda isə Tavr dağları var, bax burada. Pont və Tavr. Bu ərazidə Qafqaz dağları var. Sonra gəldik, Qafqaz dağları, sonra gəldik. Asiyanın bu hissələrində Kopet dağ var. Kopet dağ. Bunu yadınızda saxlayın, Kopet dağı. Daha sonra mərkəzi hissələrdə, bax burada, Pamir dağları, Himalay dağları, bax Pamir, Himalay, bir də Hindikuş dağları buradadır. Tibet dağlıq yaylası burada, Kunlun da ondan şimalda. Tibet aşağıdadır, Kunlun şimaldadır. Tamam Daha ben. sonra qoy mən bunun rəngini dəyişeyim. Görünür. Tianşan dağları burada. Tianşan. Evet. Tianşan, Altay, Sayan. Tianşan, Altay, Sayan dağları. Yadınızda saxlayın. Tianşan, Altay, Sayan. Həm də bunlar nə idi? Yenidən törəmiş dağları idi. Yəni qırışıq faylı dağları idi. Altay dağlarının ən hündür nöqtəsi Beluxadır. 4506 metr. Tianşanın ən hündür nöqtəsi Qələbə pikidir. 7439 metr. Tamam ben. Sonra gəldik nəyə? Himalayın ən hündür nöqtəsi Everestdir və yaxud da ki, Comolungma. Həmçinin dünyanın ən hündür nöqtəsidir. 8848. 8848 metr. Sonra dedim ki, Hindistanda burada şərqi qat dağları, burada qərbi qat dağları var. Sonra burada baxın, bu ərazidə, burada Böyük Xinqan dağları var. Böyük Xinqan. Sonra gəldik. Burada Ural dağları var. Bu hissədə. Ural. Burada. Bir qədər Avropa hissəsində. Ural. Daha sonra burada Verxuyanski dağları var. Sonra burada Çerski dağları var. Burada Sxota-Alin dağları var. Verxuyanski, Çerski, Sxota-Alin dağları. Böyük Xinqan, Kiçik Xinqan. Bu oldu Asiyada olan dağlar. Və belə deyək də, hündürlüklərini də bilmək lazım. Məsəl üçün, Qafqaz dağlarının ən hündür nöqtəsi Elbrusdur. 5642 metr. Sonra Pamir dağlarının ən hündür nöqtəsi Konqurdur. 7719 metr. O günü, bu bazar günü sınaqda düşmüşdü. OTK sınağında düşmüşdü. Deyir ki, Pamir dağlarının, deyir, yanlış fikirləri seçin, yox, doğru fikirləri seçin. Pamir dağlarının ən hündür zirvəsi deyir Nepalda yerləşir. Elə səhvin biri o idi. Pamir dağlarının ən hündür nöqtəsi yoldaşdır. Kongur zirvəsidir. O da yerləşir Çində. Tamam ben.
7719. Getməmişdi sınağa. Xeyr, mən. Hı. Hara idi, yəni zirvənin adı? E, Nəyin? Hansı? Pamirin. Bəli, Pamirin Kongur. K-O-N-G-U-R Kongur. 7719 metr. tamam mən. Çində yerləşir. İkinci ən piki də, ikinci ən hündür nöqtəsi də Səməni pikidir. İsmail Səməni. Səməni piki. Onun yadınızdasın. Sonra burada mən sizə başqa hansını dedim? Pont dağlarını dedim. Bir də Tavr dağlarını dedim. Bunlar ikisi Türkiyədədir. Pont və Tavr. Bir də biri şimaldadır burada Pont dağları. Tavr cənubdadır. Pont dağlarının ən hündür nöqtəsi Kaçkardır. 3932. Tavrın isə Dəmir Kazıq 3726. Yadınızda saxlayın. Sonra Kopet dağ dedim bayaq sizə bax burada Kopet dağ. Kopet dağın ən hündür nöqtəsi Quçandır. 3191 metr. Salam axşamınız. Sonra Qərbi Qat dağları dedim sizə. Qərbi Qat dağlarının ən hündür nöqtəsi Anaymudidir. 2695 metr. Sonra başqa nə dedim mən burada sizə? Bunları bilsəz bəsdir, çox dərinə düşmək. Sonra gəldik. Asiyadan keçdik. Avstraliya. Avstraliya materikinin şərq hissəsində bax, bu uzanan bu dağların adı Böyük Su Ayrıcı dağlarıdır. Avstraliyada. Böyük Su Ayrıcı dağlarının ən hündür nöqtəsi Kostiyuşkadır. 2228 metr. Bunu da yadımızda saxlayaq. Bəli, Kostiyuşka. Sonra nə deyim sizə? Avstraliyada Hammersley bir də Macdonald dağları da var. Hammersley bir də Macdonald dağları. Böyük Su Ayrıcı dağları bəli yaranıb Hersində. Hammersley Macdonald yaranıb Baykaldan qabaq, Baykalda deyək. Olan hündürlüyü elə çox deyil. Məsəl üçün 1500-1200 metr hündürlüklər var. Hammersley ilə Macdonald. Yadınızda saxlasanız bəs eləyər. Ondan sonra gəldik. Burada başqa yoxdur. Qoy sizə bir şey də deyim. Bax. Burada Avropanın dağlarından. Mən sizə nəyi demədim? Skandinaviya dağları Skandinaviya yarımadasındadır. Bax buradadır. Yəqin ki görürsünüz. Ən hündür nöqtəsi Qalxapikkin zirvəsidir Skandinaviyanın. 2469 metr. Qalxapikkin. Yaranıb Kaledon qırışıqlığında. Skandinaviya yarımadasında yerləşir. Sonra sizə nə deyim mən? Avropada cavan dağlardan biri Alp dağlarıdır. Alp dağları cavan dağdır dedim. Yaranıb Alp qırışıqlığında, cavan Alp qırışıqlığında yaranıb da bunu deməyə ehtiyac yoxdur. Ən hündür zirvəsi Mont Blanc. 4807 metr. Mont Blanc. Fransız dilindən demək. Sonra mən bayaq sizə nə dedim burada? Karpat dağları bax. Burada qövsvari formada uzanan dağlardan biri Karpat dağlarıdır. Gerlohovskidir ən yüksək nöqtəsi 2655 metr. Karpat dağları da cavandır, yadınızda saxlayın. Ondan sonra mən sizə burada başqa nə demişdim? Burada zəlzələ oldu. Harda? Aysel deyir, burada zəlzələ oldu. Yəni Qubada yaşayırdı da o Aysel yoxsa? Qubalıydı. Qubada zəlzələ oldu. O da səhvdə. Canlı. Salamatçılıq Hə, heç olmasa. Aysel yəqin salamatçılıq işi yazır. deyirsən salamatçılıq olmasa yazmasa. Hə, mən çıxdı. Elə güclü olmaz ya. Olsa, çox güclü olsa biz də hiss eləyərik ən azından. 3, Bəli, yəqin 3-4 zəif olur, olmasa. sadəcə hiss eləyir. Bəlkə olub heç hiss eləməmiş. Hə, mən hiss eləmədim. Bizə çatmaz onsuz da. Uzaqdır. Salam. Hə,
Nerede qaldıq? Avropanın dağlarından danışırdıq da, hə. Nə dedim mən? Alp dağlarını dedik, Karpatı dedik, Skandinaviyanı dedik. Deyilənə görə hə, bu saatdır. Sonra mən bayaq burada sizə Apenin dağları demişdim. Yadınızda Apenin, Piriney dağları. Onların da ən hündür nöqtələrini az çox təxmini bilmək lazımdır. 2912 metrdir Apenin dağlarının ən hündür nöqtəsi. Yadınızda saxlayın. Sonra Dinar dağları demişdim bayaq sizə. Bax bu hissədə Dinar. Özdə bu Dinar dağları var, ha, cavan dağlardır. Dinar dağları cavandır. Çaşdırmasın sizi. Dinar cavan dağdır. Bax, Alp cavan dağdır. Karpat cavan dağdır. Atlas cavan dağdır. Kopet dağ cavandır. Pont, Tavır, Zagros, Qafqaz, Talış hamısı cavan dağdır. Yadınızda saxlayın. Bunlarla çaşdıra bilərlər siz. Gəlib testdə Himalay dağları cavan dağdır deməklə heç kim sizi çaşdıra bilməz. O gətirib Himalay dağlarının yanına bir dənə Dinar dağını salacaq ki, görüm dəqiq bilirsənmi? Dinar dağının bölünə bir dənə Pont, Tavır, Kopet dağ, o qıraqda ilişib qalanları salır. Görüm dəqiq bilirsənmi? Onları bilin. Və bir də deyirəm, Avropada Əndəlüs dağları var. Cavan dağlar. Yadınızda saxlayın. Alp dağları. Elə ən hündür nöqtəsi Mont Blanc 4807 metr. Karpat cavan dağlar. Dinar cavan dağlar. Dinarın ən hündür nöqtəsi Yezerçedir 2694 metr. Yadınızda saxlayın. Daha sonra Tamam. Apenin dağları cavan dağlardır. Apenin ən hündür nöqtəsi Kronoqram dedi İspan dilində. Yadınızda saxlayın. Piriney dağları cavan dağlardır. 3404 ən hündür nöqtəsi. Yadınızda saxlayın. Tamam. Bəs yaxşı, Avropanın qədim dağları hansılardır? Skandinaviya qədim dağdır. Düzdürmü? Bəli. Ural qədim dağdır. Sudet qədim dağdır. Uralın ən hündür nöqtəsi Narodnaya. Cəmi cümlətani 1895 metr hündürlüyü var. Skandinaviya dedim qədim dağdır. Ən hündür nöqtəsi haradır? Qalxapikkin 2469 metr. Qədim dağdır. Sonra Tamam. gəldik. Avropa belə xırdalazaq bəs eləyir. Oradan o tərəfə keçməyə ehtiyac yoxdur. Afrikadakı göz qabağındadır. 3 dənə dağ adı deyirik. Biri cavandır, ikisi qədim. Afrikanın şimalında burada Atlas dağları, ən hündür nöqtəsi Tupkal. Bəli. Atlas dağlarında ən çox nə çıxarılır? Fosforit, Mərakeş məsəl üçün bayaq dedik də, fosforit yataqlarına görə zəngindir. Cavan dağdır. Alp Himalay geosinkral qurşağının ən qərbdə yerləşən nöqtəsidir. Ən hündür nöqtəsi Tupkal 4165 metr. Bunu dedik. Gəldik. Afrikanın şərqində və cənub-şərqində Kap dağları var, bir də Əjdaha dağları var. Kap və Əjdaha dağları qədimdir. Hersin qırışıqlığında yaranıb. Hündürlükləri elə də çox deyil. 2000-3000 metr. Məsələn, Kap dağlarında 2502 metr. Bildim bunu. Da oradan o tərəfə ehtiyac yoxdur. Şimal Amerika materiki. Şimal Amerika materikinin bu qərbində uzanan dağların adı Kordilyer dağlarıdır. Ən hündür nöqtəsi Denali. Əvvəlki adı McKinley. 6194 metr. Sönmüş vulkandır. Bunu dedik. Materikin qərbində uzanır. Meridional istiqamətində uzanır. Sakit okeandan Şimali Amerikaya gələn hava kütlələrinin qarşısını alır. Bəli. Appalaç dağları da qədim dağdır. Materikin şərqində yerləşir Appalaç. 2037 metr. Mitchell. Ən yüksək nöqtəsi. Cənubi Amerika materikinin qərbindən uzanır Ant dağları. Ant dağları. Meridional istiqamətində uzanır Ant dağları. Ən hündür nöqtəsi Aconcagua 6960. Bunu bəzi mənbələr 6961 də verir. 1 metrindən nə əksiyimiz çıxmaz, nə də artığımız. Ağa deyir Sürdəriyə, Sürdəriyə. Bəli. Son olaraq indi mən sizə bir iki sual verim görüm. Kim var burada? 3 dəqiqəmiz qalıb olsun. Gülay,
Bəli. Kordilyer dağlar harda idi bala? Kordilyer dağlar Hə. Şimali Amerikanın Aha. qərbində. Cavandı qədim. Kordilyer, Hı, Savan. cavan. Yaxşı, Ant dağları hardadır? O da Cənubi Amerikanın qərbində. Ay sağ ol. Qədimdir cavan. Savan. Cavan. Cavan dağlar nə vaxt yaranmışdı? Alp qırışıqlığında. Bəli, Alp qırışıqlığında yaranmışdı. Kap Əjdaha dağları harda idi bəs? O Afrikanın cənubunda. Bəli. Kap Əjdaha. Yaşca cavanlı yoxsa qədim? Yaşca Savan, Bax. qədim. Qədim. Afrika materikində yeganə cavan dağ, onun şimal-qərbində yerləşən Atlas dağlarıdır. Atlas. Yadınızda Tamam, saxlayın. Afrikada başqa cavan dağ yoxdur. yaxşı. Avstraliyanın şərqində yerləşirdi Səadət. Nə idi bu dağın adı? Böyük su ayrıcı dağı. Qədimdir, cavan. Qədim. Bəli, qədimdir. Yaxşı, Ural dağları harda yerləşir? Asiyada qədim dağlardır. Skandinaviya bəs. Qədim dağdır, Avropada yerləşir. Bəs yaxşı. Dinar. Bilmədim. Dinar dağları Avropada yerləşir. Balkan yarımadasının qərb tərəfində təqribən. Cavan dağlardır, Dinar dağları. Yadınızda saxlayın. Dinar, cavan dağ. Yezerçi. 2694 metr. 2694 metr, səhv eləmirəmsə. Sonra Qafqaz dağları. Cavandı, qədim. Cavan. Cavan. Bəs yaxşı. Tianşan, Altay Sayan. Qədim idi, Hı. amma fəaliyyət göstərirlər. Ay sağ ol. Onlar elə bil ki, qocalıblar, amma Hı. qocalan vaxtlarında gediblər estetik əməliyyata. Fəaliyyətlər davam edir. Bəli, estetik əməliyyata gediblər, cavanlaşıblar yeni. Yaxşı, gecəniz xeyrə qalsın. Özünüzdən Sağ olun. müğayət olun. Qrupda Sağ yazacağam olun. hansı test işləyin, nə oxuyun. Bu PDF-i də atacağam qrupa. Yaxşı. Oldu müəllim. Sağ olun. Sağ olun. Sağ olun.